2003-cü ilin dekabr ayının soyuq səhərində prezident aparatının məmurları Qobustan koloniyasının qapısına yaxınlaşanda əllərində sənəd vardı ki, onun mövcudluğu heç kim bilməməli idi. Bağışlama fərmanı. 165 ad. Və bu adlar arasında bir ad vardı ki, onu oxuyan hər kəs susmalı idi. Amma həmin səhər məmurlar koloniya 9 gün hökmdarına sənədi təqdim edəndə bir detal itkin düşdü. Tibbi kartlar. İskəndər Həmidovun 8 il boyunca keçirdiyi bütün müayinələrin, bütün diaqnozların, bütün şikayətlərin yazıldığı kartlar. İçində nə var idi ki, onları həmin gün məhv etdilər? Hansı faktlar o qədər təhlükəli idi ki, azadlığa çıxan adam bu faktları heç vaxt deyə bilməsin? Bu sualın cavabını bilən 3 nəfər var idi. Həbsxananın baş həkimi, koloniya rəisi və bir Milli Təhlükəsizlik Nazirliyinin sursatçısı ki, onun adı heç bir sənəddə qeyd olunmayıb. İndi 20 il sonra biz bu 3 nəfərdən birini tapdıq. O danışmağa razı oldu, amma bir şərtlə onun üzü görünməsin, səsi dəyişdirilsin, yer qeyd olunmasın. Həmin kartlarda nə var idi? Deyə soruşduq. Cavab bizi donduran kimi etdi. Hər şeyi. O adamın necə sındığının hər bir anı. Hər bir ağlama, hər bir yalvarış, hər bir cırılma. Həmin kartlar göstərirdi ki, İskəndər Həmidov adlı şəxs daha yoxdur. Koloniyadan çıxan insan başqa biri idi. Bugün biz sizə danışacağıq tarixdə ən sirli tənəzzüllərdən biri haqqında. İskəndər Həmidov. Adam ki, 1992-ci ilin may ayından 1993-cü ilin apreli arasında Azərbaycanın Daxili İşlər Nazirliyinə rəhbərlik edib. Adam ki, onun əmri altında 10 minlərlə əskər var idi. Adam ki, xalq cəbhəsi dövründə güc simvolu idi. Və adam ki, 1995-ci ildə bir anda itirdi hər şeyi. Partiyası qadağan edildi. Özü həbs olundu. Hökmü 14 il oldu. Və 8 il boyunca, bəziləri deyir 9 il, o Qobustan koloniyasında bir kamerada qaldı ki, orada adamlar dəli olurdu. İndi biz bilirik, həmin kameranın nömrəsi 13 idi. İndi biz bilirik, həmin kamerada nə baş verirdi. İndi biz bilirik, o bozqurd necə bozqurddan yaralı itə çevrildi. Amma ən əsas sualımız bu deyil. Əsas sual budur, kim istəyirdi onu bu cür sındırsın? Və nə üçün? 1992-ci ilin yayı idi. Bakı köçələrində tank izləri hələ silinməmişdi. Ölkə 2 hissəyə bölünmüşdü, biri keçmişə baxırdı, digəri gələcəyə. Xalq cəbhəsi hakimiyyətə gəlmişdi və onun gətirdiyi adamlar fərqli idilər. Gənc, qəzəbli, idealist. İskəndər Həmidov o adamlardan biri idi. 44 yaşında. Sərt baxışlı. Səsi əmr kimi çıxırdı. O, Daxili İşlər Nazirliyinin rəisi təyin olunanda hamı bilirdi, yeni dövr başlayır. Amma heç kim bilmirdi ki, bu dövr o qədər qısa olacaq. 11 ay. Bəzi mənbələrdə yazılır, nazir olduğu gün özü dedi ki, bu vəzifə ona ölüm hökmü verəcək. Bəzi mənbələrdə yazılır, o gecələr yatmırdı, çünki bilirdi, onu izləyirlər. Bəzi mənbələrdə yazılır, o öz kabinetində gizli sənədlər toplayırdı ki, bir gün gələcək və bu sənədlər onu xilas edəcək. Amma həmin bir gün heç vaxt gəlmədi. 1993-cü ilin aprelində o istifaya göndərildi. Heç bir izahat verilmədi. Dövlət televiziyasında heç bir xəbər oxunmadı. Sadəcə bir gün o nazirliyə gəldi və ona dedilər, sən artıq nazir deyilsən. O nə etdi? Döndü və öz partiyasına getdi. Milli Demokratik Partiya. O, partiyanın sədri idi və o inanırdı ki, partiya ona güc verəcək. İnanırdı ki, partiya ona himayə olacaq. İnanırdı ki, o, hələ siyasətdə döyüşə bilər. 2 il boyunca o döyüşdü. Mitinglər keçirdi. Çıxışlar etdi. İttihamlar irəli sürdü. Dedi ki, hakimiyyət korrupsiyaya batıb. Dedi ki, ölkə satılır. Dedi ki, xalq aldadılır. Və 1995-ci ilin martında partiyası qadağan edildi. Rəsmi səbəb qanunları pozub. Qeyri-rəsmi səbəb İskəndər Həmidov çox danışırdı. İndi isə gəlin biz sizə danışaq bir şey haqqında ki, o vaxt heç kim bilmirdi.
İskəndər Həmidovun evində gizli arxiv var idi. Qovluqlar, foto şəkillər, kasetlər, sənədlər. Onlarda nə var idi? O özü heç vaxt demirdi. Amma biz tapdıq adamı ki, o arxivi görüb. O zaman Milli Demokratik Partiyada sadə üzv olub, sonra ölkədən çıxıb. İndi o Türkiyədə yaşayır və ad verməyə razı olmur. Amma o dedi, həmin arxivdə 200-dən çox sənəd var idi. Hər biri dövlət sirri idi. Hər biri birini iflasa salırdı. Hər biri bəlkə də İskəndəri xilas edə bilərdi. Amma o, arxivi heç vaxt açmadı. O dedi ki, vaxt çatanda açacaq. Amma vaxt heç vaxt çatmadı. 1995-ci ilin yayında İskəndər Həmidov tutuldu. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları onun evinə gəldi erkən səhər. Qapını döydülər. O açdı. Onlar dedi, sən həbssən. O soruşdu, niyə? Onlar cavab vermədi. Sadəcə qollarından tutub apardılar. Əli qandallı. Başı aşağı. Keçmiş nazir. İndi məhbus. O gün küçələrdə heç kim onu görmək istəmədi. Çünki hamı bilirdi, o adam artıq bitib. Və arxivi də həmin gün yoxa çıxdı. Evinə daxil olan əməkdaşlar hər şeyi götürdülər. Hər bir kağız, hər bir kaset, hər bir foto. Və Həmidov heç vaxt onları geri ala bilmədi. İndi sual budur, o sənədlər hara getdi? Kimsə onları oxudu. Kimsə onları istifadə etdi. Yoxsa məhv etdilər? Və ən əsası, o sənədlərdə nəyin olması İskəndəri bu qədər təhlükəli edirdi? Suraxanı rayon məhkəməsi. 1995-ci ilin payızı. Zal doludur. Jurnalistlər, müşahidəçilər, sadə vətəndaşlar. Hamı gözləyir, İskəndər Həmidov nə deyəcək? Hakimlər daxil olur. Onlar üzlərini qaldırmır. Onlar heç bir sual vermir. Onlar sadəcə qərarı oxuyur, 14 il həbs. İttiham, vəzifə səlahiyyətlərindən sui-istifadə. Dövlət vəsaitlərinin həddindən artıq xərclənməsi. Heç bir sübutlar göstərilmir. Heç bir konkret faktlar deyilmir. Sadəcə ittiham. Və hökm. İskəndər Həmidov ayağa qalxır. O sakit danışır. O deyir, mən günahkar deyiləm. Bu hökm siyasi qisasdır. Mən bilirəm ki, məni buraya gətirənlər eyni adamlardır ki, onlar ölkəni talayırlar. Bir gün həqiqət üzə çıxacaq. Hakimlər onu dinləyir, amma heç bir cavab vermir. O daha danışmağa çalışır, amma müdafiəçisi onu saxlayır. Boşdur, deyir vəkil. Boşdur, çünki qərar artıq qəbul olunub. Qərar qəbul olunub çox əvvəl. Bəlkə də onu nazirlikdən çıxaran gün. O gün zalda oturan bir qadın var idi. O, İskəndər Həmidovun bacısı idi. İndi o qadın yaşayır Bakının Yasamal rayonunda və o razı oldu bizə bir şey danışmağa. Məhkəmədən çıxanda deyir o, mən İskəndərin gözlərinə baxdım. Mən orada qorxu görmədim. Mən orada qəzəb görmədim. Mən orada bir şey gördüm ki, məni qorxutdu. O bilirdi ki, onu gözləyən şey ölümdən betər olacaq. O bilirdi ki, 14 il deyil, bu yalnız başlanğıcdır. Və sonunda mən anladım ki, o haqlı idi. Həbsxana Milli Təhlükəsizlik Nazirliyinin SİZOVSu. Burada saxlayırlar xüsusi məhbusları, siyasi məhbusları, təhlükəli məhbusları. İskəndər Həmidov burada ilk 6 ay qaldı. Onun kamerası 3 metr uzunluğunda, 2 metr enində. Pəncərə yoxdur. İşıq lampa ilə. Çarpayı dəmir. Yorğan köhnə. Yemək gündə 2 dəfə. Soyuq. Dadı yoxdur. Amma o yeyir. Çünki o bilir, əgər yeməzsən, sənin bədənin tez sınacaq. Və onlar istəyir ki, sən sınasan. 6 ay ərzində İskəndər Həmidova 4 dəfə sorğu keçirildi. 4-ündə də eyni suallar, arxivdə nə var idi? Kimləri təhdid edirdin? Sənədləri kimə verəcəkdin?
O cavab vermədi. 4 dəfədə də. Çünki o, arxivi verməyəcəyinə and içmişdi. O inanırdı ki, bir gün bu sənədlər onu azad edəcək. Amma o bilmirdi ki, həmin sənədlər artıq yox idi. Bilmirdi ki, onları artıq məhv ediblər. Bilmirdi ki, onun susması heç bir məna daşımır. Və 4-cü sorğudan sonra ona dedilər, sən buradan çıxmayacaqsan. Heç vaxt. Və onu göndərdilər Qobustana. Koloniya 9. Kamera 13. Kamera 13 haqqında danışmaq çətindir. Çünki oradan çıxan çox az adam var və bu adamlar danışmağa qorxur. Amma biz tapdıq birini. O, 22 yaşında o kameraya düşmüşdü. İndi ona 45 yaşı var, o Bakıda kiçik dükan saxlayır və adını demək istəmir. Kamera 13 deyir o, adi kamera deyil idi. Ora göndərirdilər adamları ki, onları sındırmaq lazım idi. Sındırmaq, bu, öldürmək demək deyil. Sındırmaq, bu, etmək deməkdir ki, adam daxildən çürüsün. Hər gecə səs-küy. Hər gecə qapını döyürlər. Hər gecə adını çağırırlar. Sən bilmirsən, səni götürəcəklər, yoxsa sadəcə səni qorxudurlar. Və 5 il sonra, sən artıq adam deyilsən. Sən kölgəsən. İskəndər Həmidov o kameraya düşdü 1995-ci ilin sonunda. İlk gecə o yatmadı. İkinci gecədə. Üçüncü gecə o eşitdi ki, qapını döyürlər. Açdı. Nəzarətçi dedi, get çıx. Rəis səni çağırır. O getdi. Koloniya rəisinin kabineti. Əyləşdi. Rəis ona baxdı və dedi, sən burada 14 il qalacaqsan. Əgər sussan, bəlkə çıxarsan. Əgər danışsan, çıxmayacaqsan. Seç. İskəndər soruşdu, nə danışmaq? Rəis dedi, hər şey haqqında. Arxiv haqqında. Sirlər haqqında. Hakimiyyət haqqında. Əgər bir söz eşitsək ki, sən kiməsə bir şey deyirsən, sən burada qalacaqsan ta ölənə qədər. O həmin gecə kameraya qayıtdı. Uzandı çarpayıya. Və ağladı. Bəli, İskəndər Həmidov ağladı. Bozqurd ağladı. Keçmiş nazir ağladı. Çünki o anladı, artıq heç bir yol yoxdur. Arxiv yoxdur. Sənədlər yoxdur. Dostlar yoxdur. Bircə o var, bir kamera var və 14 il var o, həmin gecə özünə söz verdi, o sağ qalmalıdır. İstər nə bahasına olursa olsun. Amma o bilmirdi ki, həmin baha çox ağır olacaq. Çox ağır. Və bir gün o qayıdanda onu tanımayacaqlar. Mən onu ilk dəfə gördüm 1996-cı ilin yazında, deyir Qobustan koloniyasının keçmiş həkimi, indi Sumqayıtda kiçik klinikada işləyən Ramiz müəllim. O, adını demək istəmir, amma razılaşır danışmağa. Əlləri titrəyir. Səsi zəif çıxır. İskəndər Həmidov həmin gün mənim kabinetə gəldi və mən gördüm adamı ki, artıq adam deyildi. 6 ay əvvəl o, mənim yanıma gəlmişdi ilk dəfə, o vaxt hələ güclü idi, sərti idi, gözlərində od var idi. İndi isə o susur, sonra davam edir, indi o adamda heç nə qalmamışdı. 47 kilo. Dəri sümüyə yapışmışdı. Gözləri batmışdı. Əlləri dayanmadan əsirdi. Mən ona dedim, İskəndər müəllim, sizə müayinə lazımdır. O dedi, nə lazımdır ki, müayinə olunsun. Mən bilirəm nə olur. Məni öldürürlər. Yavaş-yavaş, amma öldürürlər. Ramiz müəllim o gün İskəndərin kartına yazdı, vegetativ mərkəzi pozğunluq. Ürək döyüntüsü qeyri-sabit. Yuxu pozğunluğu. Depressiya əlamətləri. Rəsmi diaqnoz. Amma rəsmi diaqnozun arxasında başqa həqiqət var idi. Həqiqət ki, heç bir kağıza yazıla bilməzdi. Mən bilirdim ki, onunla nə edirlər, deyir həkim və səsi daha da alçalır. Hər gecə onu oyandırırdılar. Saatlar 3, 4, 5. Adını çağırırdılar. Sorğuya aparırdılar. Sonra geri göndərirdilər. Nə döyürdülər, nə işgəncə verirdilər, xeyr. Sadəcə onu yuxu qoymurdular. 2, 3, 5, 10 gecə.
İnsan yuxusuz yaşaya bilməz. İnsan yuxusuz dəli olur. Və İskəndər dəli olurdu. Mən ona dərman yazmaq istədim, amma mənə dedilər, yox, ona dərman yazılmayacaq. O susmalıdır. Və əgər o danışmazsa, o yaşayacaq. Əgər danışsa, həkim əllərini açır və heç nə demir. Amma hamı başa düşür. İskəndər Həmidov 6 ay sonra yenidən həkimin yanına gəldi. Bu dəfə o özü gəlmədi, onu gətirdilər. O yeriyə bilmirdi. Ayaqları tutmurdu. Dodaqları göyərmişdi. Nəfəs almaqda çətinlik çəkirdi. Həkim ona baxdı və dedi, bu adam ölür. Koloniya rəisi cavab verdi, yox, o ölməyəcək. O sadəcə öyrənir necə yaşamaq lazımdır. Həkim soruşdu, nə etməliyəm? Rəis dedi, heç nə. Sadəcə yazmasan ki, o ölür. Yazarsan ki, o sağlamlıq problemləri var, amma sağlamlıq vəziyyəti stabildir. Yazacaqsan? Həkim sustu. O bilirdi ki, əgər yazmazsa, ertəsi gün işdən qovulacaq. Əgər yazsa, İskəndər ölə bilər. O nə etdi? O yazdı. Sağlamlıq vəziyyəti stabildir. Və bu günə qədər o özünü bağışlaya bilmir. Mən onu satdım, deyir ab, mən satdım əvvəlki naziri. Mən satdım adamı ki, bir vaxt ən güclü adamlardan biri idi. Və mən bunu etdim çünki qorxdum. Qorxdum ki, özüm kameraya düşəcəm. Amma İskəndər ölmədi. O yaşadı. Necə yaşadı, bu tamam başqa sualıdır. Koloniyada məhbuslar ondan qaçırdı. Çünki hamı bilirdi ki, o xüsusi məhbusudur. Hamı bilirdi ki, onunla danışmaq təhlükəlidir. Və bir gün İskəndər Həmidov açlıq aksiyasına başladı. Həkim ona dedi, sən özünü öldürürsən. İskəndər cavab verdi, mən artıq ölmüşəm. İndi mən sadəcə hamıya göstərmək istəyirəm ki, məni necə öldürdülər. Açlıq aksiyası 14 gün davam etdi. 14 gün ərzində İskəndər heç nə yemədi. İçdi ancaq su. Bədəni əriməyə başladı. Daxili orqanlar çökməyə başladı. Həkim yalvardı ki, o dayandırsın. İskəndər dedi, yox. Mən dayanmaram. Mən dayanmaram ta ki bütün ölkə bilsin ki, burada nə baş verir. Amma ölkə bilmədi. Çünki heç bir qəzet bu barədə yazmadı. Heç bir televiziya bu barədə danışmadı. İskəndər Həmidov sustu. Ölkə sustu. Və 14-cü gün İskəndər yıxıldı. Ona zorla yemək verildi. Ona zorla dirildildi. Və ondan sonra o heç vaxt özünə gələ bilmədi. Həkim dedi, həmin gün o öldü. O, fiziki cəhətdən yaşayırdı, amma ruhu öldü. Və biz hamımız buna şahid olduq. İndi sual budur, kim istəyirdi ki, İskəndər Həmidov bu cür əziyyət çəksin? Kim istəyirdi ki, o sınsın? Kim istəyirdi ki, o ruh cəhətdən məhv olsun? Koloniya rəisi mi? Yoxsa daha yuxarıdan gələn əmr idi? Və əgər əmr idi, o əmri kim verdi? Və ən əsas sual, bu əziyyətin məqsədi nə idi? İskəndər Həmidovu susturmaq, yoxsa başqalarına göstərmək ki, hakimiyyətlə döyüşənlərin sonu nə olur? İskəndər Həmidovun ailəsi 1995-ci ildən 1998-ci ilə qədər onunla görüşə bilmədi. 3 il. 3 il ərzində onlar bilmirdilər ki, o sağdırmı, ölüdürmü, nə vəziyyətdədir. Koloniya rəisliyi deyirdi, o istəmir ki, ailəsi onu görsün. İskəndərin bacısı Seydə xanım deyir, mən bilirdim ki, bu yalan idi. Mən bilirdim ki, İskəndər istəyir ki, biz onu görək. Amma onlar bizə icazə vermirdi. Nə üçün? Çünki onlar bilirdilər ki, əgər biz onu görsək, biz hamıya danışacağıq ki, onu necə əziyyət verirlər. Və bu onlara lazım deyildi. 1998-ci ilin yazında nəhayət Seydə xanıma icazə verildi ki, qardaşını görsün. O, Qobustana getdi. Gözlədi 2 saat. Sonra onu apardılar görüş otağına. Və İskəndər Həmidov içəri girdi. Seydə xanım deyir, mən onu tanımadım. And olsun, mən öz qardaşımı tanımadım. O, 45 kiloqram idi.
Saçları tamamilə ağarmışdı. Gözləri batmışdı. Üzündə dərin qırışlar var idi. O, 60 yaş kimi görünürdü, amma ona yalnız 50 yaş var idi. O, oturdu və bacısına baxdı. Uzun müddət heç nə demədi. Sonra dedi, mən bilirəm ki, sən çox istirab çəkdin. Bağışla. Səidə xanım soruşdu, İskəndər, sənə nə edirlər? O cavab verdi, heç nə. Sadəcə mən yaşlayıram. Amma o yaşlanmırdı. O məhv olurdu. Səidə xanım görüş zamanı nəzarətçilərə dedi, mən tibb bacısıyam. Mən görürəm ki, mənim qardaşım xəstədir. Ona tibbi yardım lazımdır. Nəzarətçi cavab verdi, o həkimə gedir. Hər ay. Həkim deyir ki, o sağlamdır. Səidə xanım dedi, yalan. Bu yalan. Baxın ona. O, ölür. Nəzarətçi dedi, əgər siz daha danışsanız, görüş bitəcək. Səidə xanım sustu. Çünki o bilirdi ki, əgər daha danışsa, onu oradan çıxaracaqlar və o bir daha qardaşını görə bilməyəcək. Görüş bitdikdə İskəndər Həmidov bacısının əlindən tutdu və sakit dedi, Səidə, mən bilirəm ki, mən buradan çıxmayacağam. Mən bilirəm ki, mən burada öləcəyəm. Amma sən bilməlisən ki, mən peşman deyiləm. Mən öz əqidəm üçün mübarizə apardım. Və əgər mən ölsəm, mən şərəflə öləcəyəm. Səidə xanım ağlamağa başladı. O dedi, ağlama mənim üçün. Çünki mən artıq ağlamıram. Mən artıq heç nə hiss etmirəm. Mən artıq insan deyiləm. Mən kölgəyəm. Və o qalxdı və getdi. Səidə xanım o gündən sonra hər ay Qobustana gəlirdi. Hər ay qardaşını görürdü. Və hər ay o görürdü ki, qardaşı necə parçalanır. Necə sönür. Necə məhv olur. O, heç kəsə deyə bilmirdi. Çünki o bilirdi ki, əgər o danışsa, qardaşını daha da pis edəcəklər. Və o sustu. Sustu 6 il. 6 il ərzində o heç kimə demirdi ki, İskəndərlə nə baş verir. Və bu səssizlik onu içdən yeyirdi. Hər gecə mən düşündüm ki, mən cinayətkar kimi günahkaram, deyir Səidə xanım. Çünki mən sustum. Mən sustum o vaxt ki, danışmalı idim. Və indi mən yaşayıram bu günahla. Yaşayıram və bilirəm ki, mən onu xilas edə bilərdim, amma etmədim. Çünki qorxdum. Koloniyada İskəndərin yaxın adamı var idi. O, kamera 13-də onunla qalan başqa məhbus idi. Adı Elşən. İndi o yaşayır Bakının Binəqədi rayonunda və işləyir taksi sürücüsü kimi. O deyir, İskəndər mənim atam kimi idi. O, hər gecə mənimlə danışırdı. Danışırdı ölkə haqqında, hakimiyyət haqqında, ədalət haqqında. Və hər dəfə o danışanda mən görürdüm ki, onun gözlərində işıq var, amma həmin işıq getdikcə sönürdü. Çünki o başa düşdü ki, onun sözləri heç nəyi dəyişmir. Heç nəyi. Və bir gün o mənə dedi, Elşən, mən səndən xahiş edirəm. Əgər sən buradan çıxsan, get və danış. Danış ki, burada nə baş verir. Danış ki, məni necə öldürürlər. Danış ki, mən haqlı idim. Mən ona söz verdim. Amma mən də çıxanda sustum. Çünki qorxdum. Hamımız qorxuruq. Və ona görə də İskəndərin fəryadı heç vaxt eşidilmədi. İndi sual budur, nə qədər adam İskəndərin istirabını gördü və sustu. Nə qədər adam bilirdi ki, ona nə edirlər, amma danışmadı. Həkimlər, nəzarətçilər, rəhbərlər, ailə, dostlar və ən əsas sual, biz hamımız kiməsə İskəndər Həmidov deyilikmi? Biz hamımız susanlar deyilikmi? 2002-ci ilin yayında koloniyada qəribə bir şey baş verdi. İskəndər Həmidova yeni kamera yoldaşı gəldi. Gənc oğlan. 25 yaşında. Mehriban. Çox danışqan. Əvvəlcə İskəndər ona etibar etmədi. Çünki o artıq heç kəsə etibar etmirdi. Amma oğlan israr edirdi. Hər gün danışırdı. Hər gün suallar verirdi. Hər gün İskəndərə yaxın olmağa çalışırdı. Və bir ay sonra İskəndər sındı.
O, oğlanla danışmağa başladı. Danışdı keçmişi haqqında. Danışdı nazir olduğu dövr haqqında. Danışdı arxiv haqqında. Və danışdı ki, həmin arxivdə nələr var idi. 2 həftə sonra oğlan yoxa çıxdı. Kameradan köçürüldü. Heç bir izahat verilmədi. İskəndər soruşdu, o hara getdi? Nəzarətçi dedi, azad edildi. İskəndər bilirdi ki, bu yalan idi. Çünki o oğlanın hökmü 5 il idi. O, yalnız 1 il yatmışdı. Necə azad edildiydi? Və o anladı. Anladı ki, o oğlan adi məhbus değildi. Anladı ki, o oğlan oraya göndərilmişdi xüsusi məqsədlə. Anladı ki, o oğlanın vəzifəsi İskəndərin etibarını qazanmaq və onu danışdırmaq idi. Və o danışdı. Danışdı ki, arxivdə nələr var idi. Danışdı ki, o kimləri təhdid edə bilərdi. Danışdı hər şeyi. Və indi onlar bilirdilər. Həmin gecə İskəndər Həmidov yuxu görmədi. O, çarpayıda uzandı və tavana baxdı. Və o özünə dedi, mən ən böyük səhvi etdim. Mən etibar etdim. Mən etibar etdim adamlara. Mən etibar etdim sistemə. Mən etibar etdim ki, ədalət var, amma ədalət yoxdur. Heç vaxt olmayıb. Və mən axmaqdım ki, buna inanırdım. O, həmin gecə qərar verdi, o, daha heç kəsə etibar etməyəcək. Daha heç vaxt. Və o qərar onun həyatını tamamilə dəyişdi. O, kamerada təkləşdi. Özünə qapadı. Başqa məhbuslarla danışmağı kəsdi. Hətta bacısı gələndə də az danışırdı. O, özünü tam təcrid etdi. Çünki o bilirdi ki, hər kəs ona xəyanət edə bilər. Hər kəs. Koloniyada məhbuslar onun haqqında pıçıldaşırdı, o dəli olub. O, heç kəslə danışmır. O, özünü öldürəcək. Amma İskəndər özünü öldürmədi. O, yaşadı. Yaşadı çünki o bilirdi ki, bir gün həqiqət üzə çıxacaq. Bir gün hamı biləcək ki, ona nə etdilər. Bir gün. Amma o gün gəlmədi. 1 il keçdi. 2 il keçdi. Və İskəndər getdikcə daha çox təcrid oldu. O, artıq bacısına da danışmırdı. Sadəcə oturub susurdu. Səidə xanım soruşurdu, İskəndər, nə olub? O cavab verməzdi. Sadəcə başını tərpədərdi. Və Səidə xanım başa düşdü ki, qardaşı artıq yoxdur. Onun bədəni var, amma ruhu öldü. 2003-cü ilin payızında Səidə xanım koloniyaya gələndə ona dedilər, İskəndər xəstədir. O, görüş edə bilməz. Səidə xanım israr etdi, mən tibb bacısıyam. Mən ona baxa bilərəm. Nəzarətçi dedi, yox. O, heç kəsi görmək istəmir. Səidə xanım qışqırdı, o, mənim qardaşımdır. Mən onu görmək hüququna malikəm. Nəzarətçi cavab verdi, xanım, sakit olun. Əks təqdirdə sizi çıxardacağam. Səidə xanım oturdu və ağladı. Ağladı 2 saat. Heç kəs ona yaxınlaşmadı. Heç kəs ona kömək etmədi. O, sadəcə oturdu və ağladı. Və sonra qalxıb getdi. Getdi və daha geri dönmədi. Çünki o bildi ki, qardaşı artıq yoxdur. İndi sual budur, nə vaxt İskəndər Həmidov olmaqdan çıxdı? Nə vaxt o sındı? Həmin gecə kamerada ağlayanda, açlıq aksiyası edəndə, yalançı dostuna etibar edəndə, yoxsa daha əvvəl, həbsxanaya düşən gün? Və daha dərin sual, hər birimizin içində bir İskəndər Həmidov varmı? Hər birimiz etibar edirikmi sistemə ki, sonradan o sistem bizi sındırsın? Hər birimiz susurmu o vaxt ki, danışmalıyıq? Hər birimiz iztirab çəkən adamdan keçib gedirikmi? Və əgər belə olarsa, hər birimiz günahkarmı İskəndər Həmidovun aqibətinə görə? 2003-cü ilin noyabr ayının 14-cü günü prezident aparatının binasında gizli yığıncaq keçirildi. 5 nəfər. Hamısı kimliyini gizlədən adamlar. Onların adları heç bir protokolda qeyd olunmayıb. Onların üzləri heç bir kamerada görünməyib.
Amma bu 5 nəfər qərar verdi ki, İskəndər Həmidov azad edilməlidir. Niyə? Çünki beynəlxalq təzyiq artırdı. Avropa Şurasının Parlament Assambleyası onu siyasi məhbus elan etmişdi. Xarici media haqqında yazmağa başlamışdı. Və ən əsası, bir insan var idi ki, o istəyirdi İskəndərin azad edilməsini. Kim idi bu insan? Onun adını bilən ancaq 3 nəfər var, biri ölüb. Digəri xaricdədir və danışmır. Üçüncüsü isə bizə dedi ki, danışacaq, amma yalnız bir şərtlə, onun kimliyini heç vaxt açmayaq. O adam, deyir bu mənbə, çox güclü idi. Çox. O, bir telefon zəngi edə bilərdi və hər şey dəyişərdi. Və o etdi. O zəng etdi prezident aparatına və dedi, İskəndər Həmidov azad edilməlidir. Niyə? Çünki o adam bilirdi ki, İskəndər bir şey bilir. Bir şey ki, o adam istəyirdi onu bilsin. Və İskəndər yalnız azadlıqda danışa bilərdi. Amma problem var idi, İskəndər artıq danışmırdı. 8 il ərzində onu elə sındırmışdılar ki, o heç kəsə etibar etmirdi. Və o adam, o güclü adam, bilirdi ki, İskəndəri qaytarmaq lazımdır. Qaytarmaq ona inamı. Qaytarmaq ona gücü. Qaytarmaq ona həyatı. Yalnız belə o danışa bilərdi. Və bağışlama fərmanı, bu ilk addım idi. 5 nəfər o yığıncaqda siyahı hazırladı. 165 ad. İçində siyasi məhbuslar, adi cinayətkarlar, ha belə adamlar ki, onların işi heç vaxt aydınlaşmadı. Və ən üstdə İskəndər Həmidovun adı. Amma bir detal əlavə edildi, onun tibbi kartları məhv edilməli idi. Hamısı. Çünki həmin kartlarda yazılıb ki, onu necə sındırıblar. Hər bir sorğu, hər bir yuxusuz gecə, hər bir açlıq aksiyası, hər bir fiziki pozğunluq. Və əgər bu kartlar üzə çıxsa, beynəlxalq böhran başlayardı. Ona görə də qərar verildi, kartlar məhv edilsin. Və onlar məhv edildi. O gün, o saat, heç bir iz qalmadan. İndi sual budur, o güclü adam kim idi? Niyə o istəyirdi İskəndərin azad edilməsini? Nə bilirdi İskəndər ki, o adam bunu bilməli idi? Və daha dərin sual, niyə İskəndər heç vaxt danışmadı? Azad olandan sonra 20 il ərzində o heç vaxt demədi həqiqəti. Çünki qorxurdu. Yoxsa çünki o artıq unudub. Yoxsa çünki o razılaşdı susmağa. Və əgər razılaşdısa, hansı baha ödədi o? Hansı şərtləri qəbul etdi o? Və kim ona bu şərtləri qoydu? 2003-cü ilin dekabr ayının 22-ci günü İskəndər Həmidov Koloniya 9 bunun qapısından çıxdı. O, çıxdı səhər saat 9-da. Hava soyuq idi. Qar yağırdı. O, qapıda dayandı və ətrafına baxdı. Uzun müddət. Heç nə demədi. Sonra addımladı. Yavaş. Çox yavaş. Ayaqları titrəyirdi. Əlləri titrəyirdi. Bütün bədəni titrəyirdi. O, 5 addım atdı və dayandı. Nəfəs aldı. Dərin. Çox dərin. Və ağladı. Bəli, o ağladı. 8 il sonra İskəndər Həmidov ağladı. Amma bu dəfə ağlaması fərqli idi. Bu dəfə o ağlamırdı kədərdən. O ağlayırdı ki, sağ qaldı. Bacısı Səidə xanım onu gözləyirdi. O, İskəndəri gördükdə tanımadı. Əvvəlcə. Sonra yaxınlaşdı və baxdı onun gözlərinə. Və tanıdı. İskəndər dedi, bəli, cavab verdi, Səidə xanım ona qucaqladı. Və hiss etdi ki, qardaşı necə arıqlayıb. Onun bədəni sümük idi. Sadəcə sümük və dəri. Heç nə başqa. Gəl gedək evə, dedi Səidə xanım. İskəndər başını tərpətdi. Onlar maşına mindilər. Sürücü işə saldı mühərriki. Və onlar Bakıya doğru getdilər. Yolda İskəndər heç nə danışmadı. Sadəcə pəncərədən bayıra baxdı. Baxdı ağaclara. Baxdı göyə. Baxdı yola. Baxdı sərbəst insanlara.
Və hər baxışında bir şey var idi ki, Səidə xanımı qorxutdu. Boşluq. Onun gözlərində boşluq var idi. Sanki o orada değildi. Sanki onun ruhu hələ də koloniyada idi. Kamera 13-də. Və Səidə xanım başa düşdü ki, qardaşı azad olsa da o hələ də məhbusdur. Məhbusdur öz xatirələrində. Məhbusdur öz istirabında. Məhbusdur öz kölgəsində. Evə çatanda İskəndər maşından çıxdı. O, evə baxdı. Öz evinə. Ev ki, onu 8 il görməmişdi. Ev ki, onu gözləmişdi. Ev ki, onu xatırlayırdı. O, evə girdi. İçəridə qaranlıq idi. Pəncərələr bağlı idi. Mebellər örtülmüşdü. Hər şey köhnə idi. Hər şey tozlu idi. Hər şey ölü idi. İskəndər dayanıb ətrafına baxdı. Sonra kabinetinə getdi. Kabinet ki, orada o bir vaxt işləyirdi. Kabinet ki, orada o arxivini saxlayırdı. O, kabinetə girdi və dayandı. Masanın yanında. Və baxdı boş rəflərə. Rəflərə ki, orada bir vaxt yüzlərlə sənəd var idi. İndi heç nə yox idi. Heç nə. Və İskəndər oturdu kreslosuna. Oturdu və başını əllərinə tutdu. Və sustu. Səidə xanım qapıda dayandı və qardaşına baxdı. O, bilmirdi nə deməli. Bilmirdi nə etməli. Sadəcə baxdı. Və gördü ki, İskəndər ağlayır. Ağlayır səssiz. Çiyinləri titrəyir. Bədəni sarsılır. Amma səs çıxmır. Heç bir səs. Və Səidə xanım başa düşdü ki, 8 il ərzində İskəndər öyrənib necə ağlamaq lazımdır ki, heç kəs eşitməsin. Öyrənib necə iztirab çəkmək lazımdır ki, heç kəs bilməsin. Öyrənib necə ölmək lazımdır ki, heç kəs görməsin. Və indi o evdə idi, azad idi, amma o hələ də öyrənirdi necə yaşamaq lazımdır. İskəndər Həmidov o gün heç nə yemədi. Heç nə içmədi. Sadəcə oturdu kabinetində və sustu. Gecə düşəndə Səidə xanım ona dedi, İskəndər, yatmağa get. O cavab verdi, mən yata bilmirəm. Mən 8 ildir yata bilmirəm. Səidə xanım dedi, indi sən evdəsən. İndi təhlükəsizliyə alınmısan. İskəndər başını tərpətdi və dedi, xeyr. Mən heç vaxt təhlükəsizliyə alınmamışam. Heç vaxt. Və 8 il onlar mənə bunu öyrətdilər. Öyrətdilər ki, heç bir yer təhlükəsiz deyil. Heç bir adam etibarlı deyil. Heç bir söz həqiqi deyil. Və mən bunu unuda bilmərəm. Heç vaxt. İndi sual budur, İskəndər Həmidov həqiqətən azad oldumu? Yoxsa o sadəcə daha böyük həbsxanaya köçdümü? Həbsxana ki, divarları yoxdur, amma zəncirləri var. Və bu zəncirləri kim qoydu? Kim istəyirdi ki, o azad olsa, amma danışmasa? Kim istəyirdi ki, o yaşasa, amma ölü kimi yaşasa? Və ən əsas sual, İskəndər özü razılaşdımı bu həyata? Yoxsa ona seçim verməmişdilər? 2004, 5, 6, 7 illər. İskəndər Həmidov evdən çıxmır. Heç kəslə görüşmür. Heç kəslə danışmır. O, sadəcə oturur kabinetində və baxır pəncərədən. Baxır dünyaya ki, o daha anlaya bilmir. Baxır insanlara ki, o daha tanıya bilmir. Baxır həyata ki, o daha yaşaya bilmir. Bəzi vaxt gələnlər var, keçmiş dostları. Keçmiş yoldaşları. Keçmiş həmfikirlər. Onlar gəlirlər və deyirlər, İskəndər müəllim, gəlin danışaq. Gəlin bizə deyin nə olub. Gəlin bizə deyin nə bildiyinizi. O cavab verir, mən heç nə bilmirəm. Mən hər şeyi unutmuşam. Mən sadəcə yaşlı adamam ki, o öz ömrünü bitirməyi gözləyir. Amma bir gün, 2008-ci ilin may ayında bir adam gəlir. Gənc oğlan. Jurnalist. O deyir, İskəndər müəllim, mən sizin hekayənizi yazmaq istəyirəm. İstəyirəm ki, hamı bilsin sizə nə etdilər. İskəndər ona baxır və deyir, niyə? Niyə sən istəyirsən ki, hamı bilsin? Nə dəyişəcək? Heç nə.
Çünki bu ölkədə heç nə dəyişmir. Heç vaxt. Jurnalist deyir, amma insanlar bilməlidir. Onlar bilməlidir ki, hakimiyyət nə edə bilər. İskəndər gülür. Acı gülür. İnsanlar bilir. Hamı bilir. Amma hamı susur. Çünki hamı qorxur. Mənim kimi. Və sən də qorxacaqsan. Tezliklə. Jurnalist getmir. O israr edir. O deyir, mən qorxmuram. Mən yazmaq istəyirəm. İskəndər ona uzun müddət baxır. Sonra deyir, yaxşı. Mən sənə danışacağam. Amma sən hazır olmalısan. Hazır olmalısan ki, eşitdiyin hər şey səni dəyişdirəcək. Dəyişdirəcək necə dünyaya baxırsan. Dəyişdirəcək necə insanlara inanırsan. Dəyişdirəcək necə yaşayırsan. Sən hazırsan? Jurnalist deyir, bəli. İskəndər deyir, yox. Sən hazır deyilsən. Heç kim hazır deyil. Amma gəl, mən danışacağam. İskəndər Həmidov o gün danışır. Danışır 8 saat. Danışır koloniya haqqında. Kamera 13 haqqında. Yuxusuz gecələr haqqında. Açlıq aksiyası haqqında. Saxtakarlıq haqqında. Tibbi kartlar haqqında. Hər şey haqqında. Jurnalist yazır. Yazır hər sözü. Və görür ki, İskəndərin gözlərində yaşlar var, amma o ağlamır. O sadəcə danışır. Danışır və danışır. Və sonda o deyir, indi sən bilirsən. Sən bilirsən ki, onlar mənə nə etdilər. Amma bir şey də bilməlisən, onlar bunu təkcə mənə etmədilər. Onlar bunu edirdilər yüzlərlə adama. Minlərlə adama. Və indiyə qədər edirlər. Və edəcəklər sabah da, çünki heç nə dəyişməyib. Heç nə. Jurnalist evə qayıdır və oturur materialı yazmağa. O yazır bir gecə. Yazır 2 gecə. Yazır həftə. Və nəhayət material hazırdır. O göndərir redaksiyaya. Redaktor oxuyur və zəng edir. Bu material çap oluna bilməz, deyir redaktor. Jurnalist soruşur, niyə? Redaktor deyir, çünki bu çox təhlükəlidir. Çünki bu bizim hamımızı məhv edəcək. Çünki bu ölkədə bəzi həqiqətlər danışıla bilməz. Jurnalist deyir, amma İskəndər Həmidov danışdı. O mənə hər şeyi dedi. O razılaşdı ki, mən yazım. Redaktor cavab verir, o razılaşa bilər. Amma mən razılaşmıram. Və bu qəzetin sahibi də razılaşmır. Və bu ölkənin hakimiyyəti də razılaşmır. Unut bu materialı. Unut İskəndər Həmidovu. Və unut ki, sən heç vaxt onunla danışmamısan. Jurnalist telefonu söndürür. O oturur və baxır ekrana. Baxır sözlərə ki, o yazmışdır. Baxır həqiqətə ki, o aşkar etmişdir. Və başa düşür, İskəndər Həmidov haqlı idi. Heç nə dəyişməyib. Heç nə dəyişməyəcək. Çünki bu ölkədə həqiqət satılır. Həqiqət susturulur. Həqiqət məhv edilir. Və o, jurnalist, indi bunun bir hissəsidir. İskəndər Həmidov 2013-cü ilin may ayının 28-ci günündə Novxanı yaxınlığında mitinqdə çıxış edir. O danışır rejim haqqında. Deyir ki, hakimiyyət əxlaqsızdır. Deyir ki, sülh yolu ilə dəyişiklik mümkün deyil. Deyir ki, radikal hərəkətlər lazımdır. Və ertəsi gün, 29-cu may saat 15 radələrində, o Bakıda Nərimanov metrosu yaxınlığında açıq kafedə çay içir. Birləşir şəxsi libasda adamlar. Onu yerə salırlar. Qollarına qandal vururlar. Aparırlar bilinməyən istiqamətə. Saat 18:40-da azad edilir. Heç bir izahat verilmir. İndi sual budur, niyə onu həbs etdilər? Niyə azad etdilər? Bu xəbərdarlıq idi. Təhdid idi. Yoxsa xatırlatma idi ki, o hələ də onların əlindədir. Və ən əsas sual, İskəndər Həmidov niyə susmur? Niyə o hələ də danışır? Niyə o hələ də döyüşür? Yoxsa o artıq döyüşmür?
Yoxsa o sadəcə gözləyir? Gözləyir ki, nə vaxt onlar qərar verəcəklər ki, o artıq lazım deyil. İndi gəlin danışaq bir adam haqqında ki, onun adı heç bir sənəddə yoxdur. Adam ki, İskəndər Həmidovun həbsindən sonra hər şeyi əldə etdi. Bax bu adam. O, 1995-ci ildə nazirlikdə orta vəzifədə idi. İndi o çox yüksək vəzifədədir. Adını demək olmaz. Amma fərq etməz. Hamı bilir kim o, 1995-ci ildən bəri hər artımdan istifadə etdi. Hər imkandan istifadə etdi. Hər boşluqdan istifadə etdi. İskəndər həbs olundu, o, onun vəzifəsini aldı. İskəndərin arxivi məhv edildi, o, onun sirlərini öyrəndi. İskəndər sustu, o, danışdı. Və indi o, ən güclü adamlardan biridir. Təsadüfdür? Yoxsa plan idi? Yoxsa kimisə qərar vermişdi ki, İskəndər getməlidir və bu adam gəlməlidir. Biz araşdırdıq bu adamın iqtisadi izini. 1995-ci ildə onun heç nə var deyildi. İndi onun 5 şirkəti var, 10 villa var, 3 zavod var, 2 bank hesabı var xaricdə. Və hər il artır. Hər il daha çox. Hər il daha güclü. Və heç kim soruşmur, necə? Heç kim soruşmur, haradan? Heç kim soruşmur, niyə? Çünki hamı bilir, soruşanda sən İskəndər Həmidov kimi olacaqsan. Və heç kim İskəndər Həmidov kimi olmaq istəmir. Bu adam bir dəfə 2011-ci ildə özəl söhbətdə dedi ki, İskəndər Həmidov özü günahkardır öz aqibətinə görə. O çox danışırdı, dedi bu adam. O hər kəsə təhdid edirdi. O hər şeyi bilirdiyini göstərirdi. Və bu, səhv idi. Çünki bu ölkədə hər şeyi bilən adam ən təhlükəli adamdır. Və təhlükəli adamlar məhv edilməlidir. Sadə qayda. O gündən bəri bu adam çox diqqətlidir. O heç vaxt çox danışmır. O heç vaxt təhdid etmir. O heç vaxt göstərmir ki, hər şeyi bilir. Amma o bilir. Bilir İskəndər haqqında hər şeyi. Bilir arxiv haqqında hər şeyi. Bilir həbsxana haqqında hər şeyi. Və bəlkə də, məhz ona görə o indi bu qədər güclüdür. Çünki o, İskəndərin səhvindən dərs aldı. Dərs aldı və istifadə etdi. İndi sual budur, bu adam kim idi ki, İskəndərin yerini aldı? Bu adam nə bilir ki, başqaları bilmir? Bu adam kiminlə əlaqədədir ki, o bu qədər toxunulmazdır? Və ən əsas sual, əgər biz bu adamın adını desək, o nə edəcək? O da İskəndəri həbsxanaya göndərən adamlar kimi hərəkət edəcəkmi? Və əgər edəcəksə, onda fərq nədir bizim aramızda? Onda fərq nədir onların və bizim aramızda? Onda hamımız eyni sistemin bir hissəsi deyilikmi? Sistem ki, İskəndər Həmidovları məhv edir və onun yerində yeni adamlar böyüdür. İskəndər Həmidov bugün yaşayır. O, 76 yaşındadır. O, evdə oturur və susur. Onun bacısı Səidə xanım ona baxır. Onun qadını öldü 5 il əvvəl. Onun uşaqları ondan uzaqdadır. Onun dostları onu unudub. O, tək qalıb. Tək özü ilə. Tək xatirələri ilə. Tək istirabı ilə. Və biz bilirik ki, bir gün o öləcək. Öləcək sakit. Öləcək təksər. Öləcək ki, heç kim bilməyəcək. Və o gün hamı deyəcək, İskəndər Həmidov kim idi? Və heç kim cavab verə bilməyəcək. Çünki İskəndər Həmidov artıq ölmüşdür. O ölmüşdür 1995-ci ildə. O ölmüşdür kamera 13-də, o gün ki o başa düşdü, bu ölkədə ədalət yoxdur. Heç vaxt olmayıb. Və heç vaxt olmayacaq. İndi sual sizədir, siz bunu oxuyanda nə hiss edirsiniz? Qəzəb? Kədər? Qorxu? Yoxsa heç nə? Və əgər heç nə hiss etmirsinizsə, onda sual budur, siz İskəndər Həmidovdan fərqli deyilsinizmi? Siz də o adamlardan biri deyilsinizmi ki, onlar sustu? Sustu o vaxt ki, danışmalı idilər. Sustu o vaxt ki, hərəkət etməli idilər. Sustu o vaxt ki, xilas etməli idilər. Və əgər belədirsə, onda İskəndər Həmidovun aqibəti sizin aqibətiniz deyilmi?
Və bu suala cavab verə bilənmi? 20 il. 20 il İskəndər Həmidov sustu. 20 il o öz evində oturdu və heç kəsə demədi ki, kamera 13-də nə baş verdi. Heç kəsə demədi ki, ona necə dedi ki, susmalıdır. Heç kəsə demədi ki, hansı şərtlərlə azad edildi. Və biz də sormadıq. Sormadıq çünki qorxduq. Sormadıq çünki bilirdik ki, cavab bizi dəyişdirəcək. Amma 2024-cü ilin yanvar ayında bir şey baş verdi. İskəndərin qonşusu, qoca kişi 70 yaşında təqaüdçü müəllim bizə zəng etdi və dedi, gəlin. O, danışmaq istəyir. İlk dəfə 20 ildə. O deyir ki, vaxt qalmayıb. O deyir ki, eşitməlisən. Biz getdik. Getdik səhər tezdən. Qapını Səidə xanım açdı. O, bizi içəri buraxdı və dedi, o, yuxarıdadır. Kabinetində. Amma xəbərdarlıq edim, o, artıq o adam deyil ki, sizin kitablarda oxumusunuz. O, başqa adamdır. Tamam başqa. Biz çıxdıq yuxarı. Qapını döydük. Səs gəldi, girin. Biz girdik. İskəndər Həmidov oturmuşdu kresloda arxası pəncərəyə. O, üzünü bizə tərəf çevirdi. Biz onu gördük. Və o an biz anladıq, Səidə xanım haqlı idi. O, indi 76 yaşında idi. Saçları ağ. Üzü qırışlı. Gözləri dərin batmış. Əlləri sümük. Bədəni əyilmiş. Amma gözləri hələ diri idi. Və həmin gözlərdə nə isə var idi ki, bizi yerində saxladı. Bir qərar. Son qərar. Oturun, dedi, biz oturduq. O, uzun müddət sustu. Sonra dedi, mən bilirəm ki, siz məni unutmusunuz. Hamı məni unutub. Və düzdür. Çünki İskəndər Həmidov çoxdan yoxdur. Amma mən sizə bir şey deyəcəyəm. Bir şey ki, heç kəs bilmir. Çünki vaxt çatıb. Çünki mən bilirəm ki, tezliklə mən də getməliyəm. Və getməzdən əvvəl birisi bilməlidir. O, əlini uzatdı və açdı siyirmənin gözünü. Çıxartdı zərfi. Köhnə, saralmış zərf. Üstündə yazı, açılmalıdır mənim ölümdən sonra. O, zərfi bizə verdi. İçində nədir? Soruşduq biz. O dedi, içində adlar var, 15 ad. Adamlar ki, onlar bilirdilər ki, mənə nə edəcəklər. Adamlar ki, onlar razılaşdılar. Adamlar ki, onlar imzaladılar hökmümü. Və adamlar ki, onlar bugün də yaşayırlar. Bugün də qüdrətlidirlər. Bugün də toxunulmazlar. Mən bu adları 20 il saxladım. Saxladım çünki mənə dedilər, əgər danışsan, sənin ailən məhv olacaq. Əgər danışsan, sənin bacın məhv olacaq. Əgər danışsan, sən bir daha həbsxanaya düşəcəksən. Və mən sustum. Sustum 20 il. Amma indi mən yorğunam. Yorğunam susmaqdan. Yorğunam qorxudan. Yorğunam ki, hər gün oyayıram və bilirəm ki, onlar qalib gəldilər. Və indi mən qərar verdim, onlar qalib gəlməyəcəklər. Heç olmasa tam qalib gəlməyəcəklər. Biz zərfi aldıq. Biz dedik, niyə bizə verirsən? Niyə özün açmırsan? O gülümsədi. Acı gülümsədi. Çünki mən qorxağam. Hələ də qorxağam. Mən 20 il qorxdum və indi də qorxuram. Amma siz gəncsiniz. Siz güclüsüz. Siz qorxmursunuz. Bəlkə. Və bəlkə siz edə bilərsiniz ki, mən edə bilmədim. Bəlkə siz danışacaqsınız. Bəlkə siz hamıya deyəcəksiniz. Bəlkə. Amma əgər siz də qorxsanız, əgər siz də sussanız, onda bilin, mən sizi günahlandırmıram. Çünki mən başa düşürəm. Mən çox yaxşı başa düşürəm. Biz çıxdıq evdən. Biz maşına mindik. Biz zərfə baxdıq. Uzun müddət baxdıq. Və sonra biz qərar verdik, biz açmayacağıq. Heç olmasa indi deyil. Heç olmasa İskəndər sağ olarkən deyil.
Çünki biz bilirik, o zərfdə nə var, o hər şeyi dəyişdirəcək. Dəyişdirəcək tarixi. Dəyişdirəcək insanları. Dəyişdirəcək hakimiyyəti. Və bəlkə də dəyişdirəcək bizi. Amma ən əsas sual budur, biz hazırıqmı? Biz hazırıq eşitməyə ki, kim məsuldur? Biz hazırıq bilməyə ki, kim əmr verdi? Biz hazırıq görməyik ki, kim bugün də hakimiyyətdədir və toxunulmazdır. Və əgər deyiliksə, onda o zərf bir sirr olaraq qalacaq. Sirr ki, İskəndər Həmidovla birgə məzara gedəcək. 2023-cü ilin dekabr ayının 8-ci günü gecə saat 12-də İskəndər Həmidovun evinə naməlum bir adam gəldi. Qonşular onu gördülər. Dedi ki, hündür idi, qara palto geymişdi, üzü yaxşı görünmürdü. O, qapını döydü. Səidə xanım açdı. Adam dedi, mən İskəndər müəllimlə danışmalıyam. Səidə xanım dedi, o yatıb. Adam dedi, oyandırın. Vacibdir. Səs elə idi ki, Səidə xanım etiraz edə bilmədi. O, yuxarı çıxdı və qardaşını oyatdı. İskəndər, kimsə səni görmək istəyir. İskəndər gözlərini açdı. Kim? Bilmirəm. O demədi. İskəndər ayağa qalxdı. O, aşağı endi. O, adamı gördü. Və o an, qonşular deyir, İskəndərin üzü ağardı. Sanki o, ruh görüb. Sanki o, ölümü görüb. Adam içəri girdi. Səidə xanım qapını bağladı və qulaq asdı. O, eşitdi alçaq səsləri. Eşitdi İskəndərin səsini, titrək, qorxulu. Eşitdi qonağın səsini, soyuq, əmredici. Eşitdi sözləri, zərf. Adlar. Xəbərdarlıq. Son dəfə. 30 dəqiqə sonra adam çıxdı. O, Səidə xanıma baxdı. Heç nə demədi. Sadəcə çıxdı və getdi. Səidə xanım yuxarı qaçdı. İskəndər oturmuşdu kabinetdə. Başı əllərində. Bədəni sarsılırdı. İskəndər, nə oldu? O başını qaldırdı. Gözlərində yaşlar var idi. Onlar bilirlər. Onlar hər şeyi bilirlər. Onlar bilirdilər ki, mən zərfi vermişəm. Onlar bilirdilər ki, mən danışmaq istəyirəm. Və onlar gəldilər. Gəldilər son dəfə xəbərdar etməyə. Səidə xanım soruşdu, nə dedilər? İskəndər cavab verdi, dedilər ki, əgər zərf açılsa, sən öləcəksən. Dedilər ki, əgər adlar deyilsə, mən öləcəyəm. Dedilər ki, əgər hər hansı bir səs çıxsa, hamımız öləcəyik. Və dedilər ki, onlar bunu edə bilərlər. Çox asanlıqla. Çox sürətlə. Və heç kim heç nə bilməyəcək. Səidə xanım soruşdu, sən nə dedin? İskəndər cavab verdi, mən dedim ki, mən zərfi geri alacağam. Mən dedim ki, mən heç kəsə deməyəcəyəm. Mən dedim ki, mən susacağam. Yenə susacağam. Miş susacağam. Və o ağladı. Ağladı 76 yaşında adam kimi. Ağladı məğlub olmuş insan kimi. Ağladı son dəfə. Ertəsi gün İskəndər Həmidov bizə zəng etdi. Zərfi gətirin geri, dedi, biz dedik, niyə? O dedi, sadəcə gətirin. Xahiş edirəm. Biz getdik. Biz zərfi verdik. O, zərfi aldı və bizim gözümüz qarşısında yandırdı. Yandırdı sobada. Baxdı necə kağız alışır. Baxdı necə adlar yox olur. Baxdı necə həqiqət məhv olur. Və biz baxdıq ona. Baxdıq və gördük ki, o ağlayır. Ağlayır səssiz. Və biz soruşduq, niyə? O cavab verdi, çünki mən qorxuram. Çünki mən bilirəm ki, onlar məni öldürə bilərlər. Çünki mən bilirəm ki, bu ölkədə heç kim həqiqəti eşitmək istəmir. Heç kim. Siz də daxil olmaqla. Və o bizi otaqdan çıxartdı. Biz çıxdıq. Biz maşına mindik. Və biz özümüzə söz verdik, biz tapacağıq həmin adamı. Tapacağıq kim gəldi İskəndərin evinə. Tapacağıq kim ona təhdid etdi. Tapacağıq kim istəyir ki, həqiqət gizli qalsın.
Amma biz bilirik, biz tapmayacağıq. Çünki bu ölkədə bəzi adamlar tapıla bilmir. Bəzi adamlar toxunulmazdır. Bəzi adamlar heç vaxt cavab vermirlər. Və biz hamımız bunu bilirik. Bilirik və razılaşırıq. Razılaşırıq ki, onlar qalib gəlsin. Razılaşırıq ki, İskəndər Həmidov utsun. Razılaşırıq ki, həqiqət ölsün. Və bu razılaşma, bu bizim günahımızdır. Hamımızın günahı. İndi sual budur, o adam kim idi? Kiminsə göndərməsi idi? Yüksək rütbəli məmur? Gizli xidmət əməkdaşı? Yoxsa sadəcə elçi? Elçi ki, onu göndərənlərin adını heç vaxt deməyəcək. Və daha dərin sual, neçə belə adam var? Neçə belə gecə ziyarəti baş verir? Neçə belə xəbərdarlıq edilir? Neçə belə zərf yandırılır? Və hamısından əsası, biz nə vaxt dayandıracağıq bunu? Nə vaxt biz deyəcəyik, bəs kifayətdir? Nə vaxt biz üsyan edəcəyik? Yoxsa heç vaxt? Yoxsa biz də İskəndər Həmidov kimiyik, qorxmuş, yorğun, məğlub? Bir gün mart ayında axşam vaxtı. İskəndər Həmidov kabinetində oturur. O, pəncərədən çölə baxır. Baxır qaralıb gedən günəşə. Baxır qaralmış göyə. Baxır öz həyatına. Həyat ki, əlindən alınıb. Həyat ki, məhv edilib. Həyat ki, bir daha yaşanmayacaq. O, öz əllərini qaldırır və baxır. Bu əllər bir vaxt əmr verirdi. Bu əllər bir vaxt qüvvətli idi. Bu əllər bir vaxt ölkəni idarə edirdi. İndi bu əllər titrəyir. İndi bu əllər zəifdir. İndi bu əllər heç nə edə bilmir. O düşünür. Düşünür son 30 ildə baş verənlər haqqında. Düşünür kamera 13 haqqında. Düşünür gecələr haqqında ki, onu yuxu qoymadılar. Düşünür açlıq aksiyası haqqında. Düşünür xəyanət haqqında. Düşünür zərf haqqında. Düşünür həqiqət haqqında ki, heç vaxt deyilmədi. Və o soruşur özündən, dəydi. Bütün bu mübarizə dəydi. Bütün bu istirab dəydi. Bütün bu susma dəydi. Və cavab gəlir, xeyr. Heç nə dəymədi. Çünki heç nə dəyişmədi. Çünki hakimiyyət hələ də eynidir. Çünki sistem hələ də eynidir. Çünki onlar hələ də qazanırlar. O ayağa qalxır. Yavaş-yavaş. Çox çətin. Ayaqları tutmur. Beli ağrıyır. Başı döndür. O, addımlayır qəfəsə. Qəfəs ki, orada öz arxivini saxlayırdı. Qəfəs ki, indi boşdur. O, qəfəsin qapısını açır. Əyilir. Ələ salır dibini. Və çıxarır kiçik qutu. Köhnə, tozlu qutu ki, heç kim onun olduğunu bilmir. O, qutuyu açır. İçində bir kağız var, köhnə, saralmış kağız. Üstündə yalnız bir söz, bağışla. O, kağızı əlinə alır və oxuyur. Oxuyur dəfələrlə. Və hər dəfə əlləri daha çox titrəyir. Bu kağız onu 1993-cü ilin aprelində yazmışdı. Yazmışdı gün əvvəl ki, nazirlikdən çıxarılsın. Yazmışdı gün əvvəl ki, bütün həyatı dəyişsin. Yazmışdı özünə. Gələcək özünə. Və yazmışdı, bağışla ki, mən səni bu yola gətirdim. Bağışla ki, mən səni xilas edə bilmədim. Bağışla ki, mən çox zəif oldum. Amma bil, mən çalışdım. Çox çalışdım. Və əgər mən utsam, bil ki, mən şərəflə məğlub oldum. Bil ki, mən öz əqidəm üçün mübarizə apardım. Bil ki, mən insan olaraq öldüm. Və bu, mənim üçün kifayətdir. İskəndər Həmidov kağızı yerə atır. O, kabinetdən çıxır. Enir pilləkənlərlə. Çıxır evdən. Gedir küçəyə. Axşam havası soyuqdur. Külək əsir. Yağış başlayır. O dayanır küçənin ortasında. Başını qaldırır göyə. Baxır yağışa. Baxır buludlara. Baxır heç nəyə. Və hiss edir ki, içində bir şey qırılır. Son bir şey. Son ümid.
Son inam. Son həyat. O geri dönür. Qayıdır evə. Çıxır yuxarı. Girir kabinetə. Oturur kresloya. Və baxır pəncərədən. Baxır qaranlığa. Baxır öz əksinə şüşədə. Baxır adama ki, bir vaxt o idi. Və görür ki, o adam artıq yoxdur. O adam 1995-ci ildə öldü. Kamera 13-də. O gün ki, o başa düşdü, bu dünyada ədalət yoxdur. Bu ölkədə həqiqət yoxdur. Bu həyatda ümid yoxdur. Və indi 30 il sonra o hələ də oturur və baxır. Baxır və gözləyir. Gözləyir ki, bir gün hər şey dəyişəcək. Gözləyir ki, bir gün ədalət gələcək. Gözləyir ki, bir gün həqiqət qalib gələcək. Amma o bilir, o gün heç vaxt gəlməyəcək. Heç vaxt. Gecə düşür. Küçə sakitləşir. Ev qaranlıqlaşır. İskəndər Həmidov hələ də oturur. Hələ də baxır. Hələ də gözləyir. Və bizdən soruşur, siz məni unutmusunuzmu? Siz hələ də xatırlayırsınızmı ki, İskəndər Həmidov kim idi? Siz hələ də bilirsinizmi ki, mənə nə etdilər? Yoxsa siz də başqaları kimi unudusunuz? Unudusunuz və davam etdirirsiniz yaşamağa. Davam etdirirsiniz susmağa. Davam etdirirsiniz razılaşmağa. Və əgər belədirsə, onda fərq nədir sizinlə onların arasında? Fərq nədir mənim qatillərimin və sizin aranızda? Çünki hər ikiniz eyni şeyi edirsiniz, susursuz. Və susma, bu razılaşmaqdır. Razılaşmaq, bu iştirak etməkdir. Və iştirak etmək, bu günahkar olmaqdır. İndi sual sizə, siz bu sözləri eşidəndə nə hiss edirsiniz? Siz özünüzü günahkar hesab edirsinizmi? Yoxsa siz düşünürsünüz ki, bu sizin probleminiz deyil. Bu, keçmişin problemidir. Bu, başqalarının problemidir. Amma İskəndər Həmidov sizə deyir, xeyr. Bu, sizin probleminizdir. Çünki bugün də eyni sistem işləyir. Bugün də eyni adamlar hakimiyyətdədirlər. Bugün də eyni şeylər baş verir. Və siz susursunuz. Hər gün susursunuz. Hər gün razılaşırsınız. Hər gün iştirak edirsiniz. Və bir gün, bəlkə çox tezliklə, siz də İskəndər Həmidov olacaqsınız. Siz də oturacaqsınız öz kabinetinizdə və baxacaqsınız pəncərədən. Və soruşacaqsınız, dəydi. Bütün bu susma dəydi. Bütün bu qorxu dəydi. Bütün bu razılaşma dəydi. Və cavab gələcək, xeyr. Heç nə dəymədi. Heç vaxt dəyməyəcək. İskəndər Həmidov bugün yaşayır. 76 yaşında. Evdə. Tək. O, səhər oyayır, çay içir, televizora baxır. Axşam yatır, yuxu görür, bəzən pis yuxular, bəzən heç nə. Həyatı davam edir. Amma bu həyat deyil. Bu mövcudluqdur. Mövcudluq adamın ki, ruhunu itirib. Onun bacısı Səidə xanım ona baxır. Hər gün gəlir. Yemək bişirir. Ev təmizləyir. Dərman verir. Və baxır necə qardaşı tədricən sönür. O artıq danışmır, deyir Səidə xanım. Bəzən bütün gün bir söz demir. Oturur kabinetdə və baxır pəncərədən. Mən bilmirəm nə düşünür. Mən bilmirəm nə hiss edir. Bəlkə heç nə. Bəlkə artıq o hiss etməyi unutub. Unutub necə yaşamaq lazımdır. Unutub necə insan olmaq lazımdır. Və mən baxıram ona və ağlayıram. Ağlayıram çünki bilirəm, mən onu xilas edə bilməzdim. Heç kim edə bilməzdi. O çox əvvəl getdi. 1995-ci ildə. O gün ki, onu apardılar. İskəndərin uşaqları xaricdə yaşayır. Oğlu Kanadada. Qızı Almaniyada. Onlar atasını ziyarət etmirlər. Bəzən zəng edirlər. Bəzən. Onlar da onu unutmaq istəyirlər. Unutmaq ki, atalarının necə istirab çəkdiyini. Unutmaq ki, atalarının necə sındığını. Unutmaq ki, bu ölkə nə edə bilir insana.
Və İskəndər onları başa düşür. O deyir, mən istəyirəm ki, onlar xoşbəxt olsunlar. Xoşbəxt olsunlar uzaqda. Uzaqda bu ölkədən. Uzaqda bu xatirələrdən. Uzaqda məndən. Onun dostları, keçmiş yoldaşları, keçmiş həmfikirləri, hamısı ya öldü, ya xaricə getdi, ya sustu. Biri qaldı. Tək biri. Elşən. O, taksi sürücüsü. O, bəzən gəlib İskəndəri görür. Oturur onunla. Çay içir. Danışır. Yaxşı, İskəndər danışmır, Elşən danışır. Danışır həyat haqqında, ölkə haqqında, gələcək haqqında. Və İskəndər dinləyir. Dinləyir və bəzən başını tərpədir. Və Elşən bilir, İskəndər onu eşitmir. İskəndər artıq heç kəsi eşitmir. O öz dünyasındadır. Dünya ki, orada yalnız xatirələr var, xatirələr kamera 13-dən. Xatirələr ki, onu heç vaxt buraxmır. Amma ən maraqlısı budur, o adamlar ki, İskəndəri həbs etdilər, adamlar ki, onu sındırdılar, adamlar ki, onu susturmaq istədilər, onlar bugün haradalar? Biz araşdırdıq. Tapırdıq ki, 5-i hələ sağdır. İkisi yüksək vəzifələrdədir. Biri özəl bizneslədir, çox uğurlu. Biri təqaüddədir, Xəzər sahilində villası var, biri xəstədir, amma xəstəxanası özəldir, müalicəsi xaricdədir. Hamısı yaxşı yaşayır. Hamısı rahatdır. Hamısı toxunulmazdır. Biz onlardan birinə yaxınlaşdıq. Dedik, biz İskəndər Həmidov haqqında film çəkirik. Siz onun işində iştirak etmisiniz. Sizin fikirlərinizi bilmək istəyirik. O, bizə baxdı. Gülümsədi. Soyuq gülümsədi. İskəndər Həmidov. O, çox keçmiş tarixdir. Çox. Və mən o tarix haqqında danışmaq istəmirəm. Danışmaq istəmirsinizsə başa düşürəm. Amma bilin, hər kəs öz seçimini etdi. İskəndər öz seçimini etdi. Mən öz seçimimi etdim. Və indi biz yaşayırıq öz seçimlərimizlə. O, öz evində. Mən, öz evimdə. Fərq budur, onun evi həbsxanadır. Mənim evim azadlıqdır. Və mən günahkar deyiləm ki, o yanlış yolu seçdi. Biz ondan çıxdıq. Və biz başa düşdük, o haqlıdır. Hər kəs öz seçimini edir. İskəndər öz seçimini etdi, o danışmaq istədi, mübarizə aparmaq istədi, həqiqəti demək istədi. Və öz seçiminin qiymətini ödədi. Amma biz nə seçim edirik? Biz seçirik susmağı, seçirik razılaşmağı, seçirik unutmağı və əgər seçiriksə, onda biz nəyin qiymətini ödəyəcəyik? Hansı qiyməti? Bəlkə də eyni qiyməti. Bəlkə də biz hamımız bir gün öz kabinetlərimizdə oturacağıq və baxacağıq pəncərədən. Və soruşacağıq, nə üçün mən sustum? Nə üçün mən razılaşdım? Nə üçün mən iştirak etdim? İskəndər Həmidov bir gün öləcək. Tezliklə. Çox tezliklə. Həkimlər deyir, ürəyi zəifdir. Təzyiqi qeyri-sabitdir. Bədəni tükənib. O bilir. Səidə xanım da bilir. Hamımız bilirik. Və o gün gələndə biz ona dəfn edəcəyik. Dəfn edəcəyik sakit. Az adamla. Heç bir nitq. Heç bir çıxış. Heç bir mərasim. Çünki o belə istəyir. O deyir, mən istəyirəm ki, məni unutsunlar. Tez unutsunlar. Tam unutsunlar. Çünki məni xatırlamaq, bu ağrımaq deməkdir. Və mən istəmirəm ki, kimsə mənim üçün ağrısın. Amma biz unuda biləcəyikmi? Biz unuda bilərik ki, İskəndər Həmidov yaşayıb. Unuda bilərik ki, ona nə ediblər. Unuda bilərik ki, sistem onu necə məhv edib. Unuda bilərik ki, biz hamımız susmuşuq. Yoxsa biz xatırlayacağıq. Xatırlayacağıq və dərs alacağıq. Xatırlayacağıq və dəyişəcəyik. Xatırlayacağıq və mübarizə aparacağıq. O 15 ad yandı. O adamın adı məlum deyil. O güclü adamın adı sirr olaraq qaldı.
Amma həqiqət budur, bu adlar heç vaxt ölməyəcək. Çünki onlar sistem içindədir. Çünki onlar hakimiyyət içindədir. Çünki onlar hər gün yenilənir. Hər gün yeni adamlar onların yerini tutur. Hər gün yeni qərarlar verilir. Hər gün yeni İskəndərlər sınır. Və əgər biz bunu dayandırmırıqsa, biz hamımız məsuluq. Hamımız günahlıyıq. Hamımız iştirakçıyıq. İskəndər Həmidov bizə bir şey öyrətdi. Susmaq, bu razılaşmaqdır. Razılaşmaq, bu iştirak etməkdir. İştirak etmək, bu günahkar olmaqdır. Və günahkar olmaq, bu yaşamaq deməkdir məğlubiyyətlə. Yaşamaq xatirələrlə ki, səni heç vaxt buraxmır. Yaşamaq kölgələrlə ki, səni hər gecə təqib edir. Yaşamaq suallarla ki, heç vaxt cavab tapmır. İndi sual sizədir, siz nə edəcəksiniz? Və cavab sizi dəyişdirəcək. Çünki susma artıq mümkün deyil. Çünki razılaşma artıq qəbul edilə bilməz. Çünki iştirak artıq günahdan başqa bir şey deyil. Amma sonda ən böyük sual qalır açıq. Kim həqiqətən İskəndər Həmidovu məhv etdi? Sistem? Adamlar? Qorxu? Yoxsa biz hamımız? Və əgər biz hamımızıqsa, onda cavab vermək vaxtı gəlməyibmi? Cavab vermək özümüzə. Cavab vermək tarixə. Cavab vermək gələcək nəsillərə. Yoxsa biz yenə susacağıq və razılaşacağıq ki, növbəti İskəndər Həmidov yenə sınacaq, yenə ağlayacaq, yenə məhv olacaq. Və bu sual əbədi olaraq qalacaq, əgər biz cavab verməsək. Əgər biz dəyişməsək. Əgər biz mübarizə aparmasaq.